Loğman həkimin haqqında yazırlar, o quldarlıq dövründə bir nəfər gəlir bunu alır, sözümü sonlandırım, xülasələşdirim. Deyir, qul bazarından biri alır, Loğman həkim də uşaqlığından elə Allaha bağlı olur. Sübh çağı olanda gəlir namaza ağasını oyatmağa, oyanır, deyir, Loğman, Allah kərimdir, təzədən yatır. Sübhün yuxusu şirin olur da, bəzən görsən, günorta ilə axşamı vaxtında qılırıq, amma sübh namazında yuxunun şirinliyinə görə yatıb qalır. Allah görürsən də işim çoxdur, yorullam. İş olmayanda sübhdən qabaq bir gecə namazına da oyanırsan. İşlərin hələ yolunda duraq, çətinlik çəkirsən. Amma işin qaydasına düşəndə, işin çoxalanda deyirsən, Allah görürsən də biraz işlərim çoxdur, özüm də yorullam, yorğunam. Sən rəhmansan, rəhimsən, özün görürsən də, mən sənə nə deyim axı. Loğman həkim gəlir ikinci dəfə ağasını oyatmağa, ağasının dilində bir sözü var imiş, Allah kərimdir, təzədən yatır. Üçüncü dəfə ta sübh açılana yaxın, ağası oyanır, biraz da elə Loğmana təpinir, öz dilimizdə desək, deyir ki, mən səni almamışam səhər yuxularımı mənə haram eləyəsən, məni narahat eləyəsən. Sən qulsan, sənin öz işin var, öz işinlə məşğul ol. Səhər açılır, bu Loğmana əziyyət və işgəncə olsun deyə gedir bir çuval buğda alır bazardan. Deyir, bunu apar sahədə bir qarışdan bir ədədlə, dənə-dənə əkkinə. Bu ki, deyirdi Allah kərimdə hər sözündə. Loğman həkim də hikmət sahibi idi. Gəlir bazara, bu buğdanı satır, əvəzinə yonca tumu alır. Aparır sahəyə, yonca əkir. Vaxt bədə ağa hərdən soruşur ki, Loğman, tarlada vəziyyət necədir? Deyir, ağam sağ olsun. Böyüyür, demir ta buğdada. Deyir ki, münbit şəraitdir, yavaş-yavaş böyüyür. Vaxt və də gəlir, çatır biçim vaxtına. Deyir, istəyirəm gedəm, yaxından bir tarlaya baxam. Deyir, gözüm üstə ağam gələk. Yaxınlaşır, yaxınlaşır, görür ki, sahədə buğda əvəzinə yonca çıxıb. Deyir, Loğman, bu nədir? Deyir, ağam sağ olsun, yoncadır. Deyir, mən sənə nə ək demişdim? Deyir, ağam, demişdim buğda ək. Amma buğda biraz cəmaatın daha çox ehtiyacı idi, onu apardım bazara, sənə demədim, onu satdın, əvəzinə yonca əkdim. Əkəndə də dedim ki, Allah kərimsən, yonca əkirəm, bəlkə buğda çıxar. Ağasını durğuzanda deyirdi, Allah kərimdir. Ağa başa düşür ki, məsələ nədir? Odur ki, möhtərəm cəmaatımız, gərək bir şey eləyəsən, sonra Allah kərimdir deyəsən də. Buğda əkəsən, sonra deyəsən Allah kərimdir, məhsuldar olacaq, buğda çıxacaq. Amma sən heç yeri şoxumlama, şumlama, toxumu səhmə, gübrəsini vermə, suyunu vermə. Boş torpağa denən ki, Allah sən kərimsən, verəcəksən, belə bir şey olmaz.